O halakal cenne ey ebel cenne. Sonra ise cinden atasını ise yani şeytanı neden yarattı? Ondan yarattı. Ondan yarattı. Üstü ondan. Aslında bu iki tane yaratış arasında elhamdülillah. Tıkla İslam'a. Yaratışlarda fark nedir? Deyir ki şeytan o zaman ki Allah subhanahu onun emriyle ki Adem'e secde etdi. Neynədir? Təkəbbür göstərdi. Və neynədir? Qiyas elədi. Neynədir? Qiyas elədi. Birinci qiyası batildir. Ona görə ki dəlil var idi. Yəni. Dəlil olan yerdə qiyas olmur. Allah bir şey əmr edirsə o da müqayisə etmək lazımdır. İki qiyası belə batildir. Niyə? İmam Səddi deyir ki هذا يدل على هو دلالة يجي شرف العنصر الآدمي مخلوق من الطين التراب الذي هو محل الرزانة والثقل ومنافعه بخلاف عنصر الجن هو النار التي هي محل الخفة والطيش والشر والفساد. İki tane məxluqun əslindən danışır. Yəni əsas ünsürü nədir? Cinlər və insanlar. İnsanların əsas ünsürü torpaqdır, cinlərin əsas ünsürü oddur. Deyir torpaq ağırdır. Gözə xoş görünən və faydalıdır. Odursa yüngüldür, gözə pis görünən və ən çox fəsad və şər işlər yarayır. Və buradan görünür ki, iblisin müqayisəsi belə doğru deyil. Çünki iblis deyirdi ki, o torpaqdan mən ondan daha üstünəm. Əsla o torpaqdan üstün ola bilməz. Əsla o torpaq üstün olmuyor. O yüngüldür. Görünüşü de pisliği. Hemçinin hakikaten ziyan şeyleri o. Torpak ise bütün her şeyin asıl torpağa kalır. Cehennem oradan mı cennet torpak? Buna diyor ki min mehriç yani neden Allah subhanahu şeyi